Avropa çempionatında yarı finalda uçan komandalar 3-cü kimi 1-3 medallarla tərtib olunurlar. Serbiya və Macaristan komandalardır. Bunlar 1-cü medal kimi olur. Dünya çempionatında 3-cülük yer uğrunda görüş olsa da Avropa çempionatında 3-cülük uğrunda görüşə ehtiyac olmur və onlara medallar verilir. Gümüş medal Ukrayna millisinindir. Amma əsas, ən əsası qızıl medallar və fəxri mükafat məhz milli komandamızındır. Serbiya komandası hal-hazırda arenaya gəlir. Serbiya və Macaristan komandası. Serblər hazırki Avropa çempionu kimi gəlmişlər bu yarışa. Bir daha dedim ki, çox gərgin bir mübarizədən milli komandamız onları mübarizədən kənarlaşdırdı. Macarlar və Serblər dünya çempionatında da mükafat qazanmışlar. Bakıdakı yarışda gümüş və bürünc medallar əldə etmişlər. Ukraynalılar isə özdə bıraçmazdır. Çox gözəl mənzərədir. Fikir verin. Həm Ukrayna, həm Azərbaycan bayrağı yan-yanadır. Və bundan gözəl fair play, bundan gözəl mənzərə ola bilməzdi. Əla bir mənzərədir. İdmanda da ən əsas olan məqam budur. Qələbə qazansan da, məğlub olsanız da bu idman araylarında baş verir. Bu idmandır. Amma tək ki, zəfər hər zaman Azərbaycan idmançılarının olsun və şanlı Azərbaycanlı bayrağı. Üç rəngli bayrağımız dalğalanır və onun arxasında kapitan Elvin Əlizadə və komandamızın digər üzvləri arenaya daxil olurlar. Həqiqətən də möhtəşəm mənzərədir. Üç rəngli bayrağımız daim zirvələrdə dalğalansın. Hər zaman uğurlar bizim idmançılarımızın olsun. İdman yarışlarında hər zaman Azərbaycan idmançıları öz sözünü deyirlər və bu komanda idman növləri içində də Mini Futbol Federasiyası qısa zamanda 4 il ərzində 2022-ci ildən bu yana 4 il ərzində 2 Avropa çempionluğu və 1 dünya kubokunu ölkəmizə qazandırıb. Həqiqətən də əla bir göstəricidir. İdman sağlamlıqdır və bu uğurlar sayəsində minlərlə gənclər, qinetmələr mini futbola maraq göstərir, idmanla maraqlanır və İdman TV vasitəsilə də mini futbolun böyük yarışları, Dünya Avropa çempionatlarla yanaşı ölkə çempionatları da Mini Futbol Azərbaycan çempionatının da həlledici oyunları canlı olaraq yayımlanır və bu da ölkədə idmanın inkişafında, gənclərin bu idman növü ilə məşğulunda, asudə vaxtının səmərəli keçirməsində mühüm rol oynayan amillərdən biridir. Mən əminəm ki, hal-hazırda da İdman TV qarşısında bu oyunu izləyən milyonlarla həm yerlimiz, istər ölkə daxilində, istər xaricdə yaşayan soydaşlarımız qürur hissi ilə bu oyunları izləyir, qürur hissi ilə idmançılarımızın uğurlarına sevinir, qürur hissi ilə idman yarışlarını, doğma dilimizdə şərhlərini, onların qələbələrini izləyir, sevinir, bayrağımızın dalğalandığını beynəlxalq arenalarda görür. Rejissorlar da sanki elə bizim səsimizi eşitdilər. Şanlı Azərbaycan bayrağını yaxın planda göstərirlər. Ən birinci cərgədə dayanıb qalib bayraqdır, qalib ölkəyik və indi mükafatlandırmaq üçün hakimlər ilk öncə mükafatlandırılacaqlar. Görüşün əsas hakimi Sezar Ionescu'dur, Rumuniyalı hakimi idi. Macaristan və İngiliz qarşı olan Istvan Mut ona kömək edirdi. Varda Tomasz Haveli'di, Çexiya anons edilir. Slovakiyalı Matej Howard və Sloveniyalı Aleš Müller. Aleš Müller də bu turnirdə ölkəmizə çox, belə deyək, yaxından tanış olan bir hakim oldu. Oyunlarımızın bir neçəsini məhz Sloveniyalı Aleš Müller idarə etmişdi. Və təbii ki, ilk olaraq hakimlər yaxın planda göstərilir. 5 hakim, əsas hakim, ikinci hakim və video asistant hakimlə yanaşı 2 rezerv hakim olur ki, onlar da bu turnirdə mükafatlandırıldılar. Və təbii ki, daha sonra Macaristan və Serbiya futbolçuları bürünc medalları oyunlarından asacaqlar.
ümumilikdə bu görüşü idarə edən hakimlərlə bərabər bütün turnir ərzində hakimlik etmiş digər referilər də Mini Futbol Federasiyasının rəhbərliyi tərəfindən xüsusi mükafatlarla mükafatlandırırlar. Bir daha qeyd edim ki, Mini Futbol Federasiyasının rəhbəriyyəti Prezident Borislav Aleksandrov, Gianluca Finazzi və onların idman direktoru İvan İvanovla bərabər mükafatları təyin etmək üçün arenadadılar. Və onlar hakimlərə xüsusi xatirə hədiyyələri, simvolik hədiyyələr verilir. Və bu onların yaddaşında, xatirində ömür boyu qalacaq bir hadisədir. Avropa çempionatında hakimlik etdilər. Xüsusi bir xatirə nişan ilə mükafatlandırırlar və rejissorlar da həmin o xatirə nişanlarını yaxın planda göstərir. Ümumilikdə götürdüyü oyunların sayının yüksək olması hakimlərin də işini artırırdı. Düzdür, artıq var, texnologiya sayəsində də olur. Bəzi oyunlarda hakimlər bəzi komandalara sərtliklərə göz yumurdular, amma ümumi götürdükdə yekunda bizim hər şey istədiyimiz kimi oldu. Amma olur, bəzən belə turnirlərdə hakimlərin hər hansı bir komandaya yüngül simpatiya bəsləməsi, bilərəkdən və yaxud da bilmədəkdən bəzi xətalara yol verməsi təbii ki, hər bir işdə səhv olduğu kimi hakimlərin də işində hər hansı bir səhv olur. Amma bugün səhvdən yox, daha çox mükafatlardan danışırıq və hakimlər də mükafatlandırılır və xatirə şəkli çəkdirirlər. İndi birazdan komandalar sırayla mükafatlar təqdim olunacaq. İlk öncə Macaristan, ardınca Serbiya, sonra Ukrayna və təbii ki, ən sonda milli komandamız mükafatlarına qovuşacaq. Xüsusi mükafatlar təşkilat komitəsinin üzvlərinə xatirə şəkildə çəkdirilir. Artıq onlar da öz mükafatlarını aldılar. Hələ ki, rəsmilər mükafatlandırma mərasimindədirlər. Hələ komandaların mükafatlandırmasına keçməyiblər. Xüsusi mükafatlar da verilir. Mini Futbol Federasiyasının tərəfindən. Final oyundan qabaq bir daha qeyd edim ki, xüsusi bir ulduzlar görüşü təşkil olmuşdu. İtaliyalı futbolcusu Francesco Totti də arenadadır. Ola bilsin, onu da çağırıb xüsusi bir mükafatla tərtib etdilər. Ulduzların oyununda yaxından iştirak etdi. Ulduzların oyununda hər iki hissədə sona kimi meydanda oldu. Francesco Totti, azarkeşlər, freestyle edən, belə deyək, futbolçularla bərabər və bəzi qüsurlu, belə deyək, futbolçularla bərabər çox maraqlı bir show proqram təşkil olunmuşdu futbol oyundan əvvəl, final oyunundan əvvəl və azarkeşləri əyləndirməyə çalışırdılar. Təbii ki, Totti'yə maraq daha çox böyük olduğu üçün İtalyalı futbolcusu Romanın gladiatorunu izləmək üçün bu arenaya çox saylı azarkeşlər təşrif buyurmuşdu. Təşkilat komitəsinin üzvləri və xüsusi mükafatlar təqdim olunur. İndi növbəti mükafatlar təqdim olunacaq. Rəslava çağırdılar ən yaxşı qapçı kimi. Xüsusi mükafata layiq görüləcək. Oyun ərzində bir neçə save ilə də yadda qalmışdı. Və xatirə şəkli çəkdirilir.
Mükafatı komanda yoldaşları ilə bərabər qeyd edir qapçı Miroslav. Bəli, Mirmehdi Rzayev final oyununun ən yaxşı oyuncusu seçilir. Mirmehdi Rzayev hesab açan futbolçuydu və Mirmehdi Rzayev də final oyununun ən yaxşısı kimi mükafatını olmaq üçün kürsüyə dəvət olunur. Mirmehdi Rzayev komandamızın qələbəsində mühüm rol oynadı, hesab açdı. Ukraynalılar irəli çıxma məcburiyyətinə qaldılar. Görüşün sonlarında isə daha bir qol vuraraq qələbəni təmin etdi. Mirmehdi Rzayev çox vacib bir qol vurdu və əbəs ilə də final oyununun ən yaxşısı seçilmir. Mirmehdi Rzayev Ukraynalı qapçıdan sonra o da öz hədiyyəsini alır və onunla da xatirə hədiyyəsi, xatirə şəkli çəkdirilir. Azərbaycanlı azarkeşlər, Bratislavda yaşayan azarkeşlər. Mirmehdi də komanda yoldaşlarının yanına gedir və bu mükafatı onlarla paylaşır, onlarla bölüşür. Eşkin Tağıyev'də xüsusi bir mükafatla çempionatın ən yaxşılarından biri kimi mükafatlandırılır. Eşkin Tağıyev çempionat ərzində o da mübarizliyi, əzimliyi ilə diqqət mərkəzində idi. Vurduğu qollar, pressingi, rəqibləri çaş-baş salmaq məharəti ilə diqqət çəkirdi Eşkin Tağıyev və o da fərdi olaraq mükafatlandırılır. Eşkin Tağıyev ümumiyyətlə komandamızın hər bir üzvü mükafata layiqdir. Hər bir üzvü bu komandanın bir üzvü kimi çempiondur və sona kimi döyüşüb. O da komanda yoldaşları ilə bu mükafatı bölüşür, təbrikləri qəbul edir. Mirmehdi Rzayevlə bərabər Eşkin Tağıyev də xüsusi fərdi mükafata layiq görüldü. Bəli, indi bürünc medal uğrunda, bürünc medalçılar daha doğrusu dəvət olunur. İlk öncə Macaristan komandası bürünc medallarını almaq üçün fəxri kürsüyə dəvət olunur. Macaristan seçməsinin üzvləri. Əslində onların finala yüksələcəyi gözləndi, amma Ukraynalılar yarım finalda onların qarşısını kəsdilər. Bəli, Ukraynalılar məhz belə bir dəhliz yaradaraq Azərbaycan futbolçuları da bu dəhlizi yaratdılar və onları həmin o dəhlizdən keçən çox əla bir mənzərədir. Üçüncülük uğrunda medallarını qazanan komandanı salamlayırlar. Həmin o dəhlizdən keçərək mükafatlarına qovuşacaqlar Macaristan futbolçuları. Dünya çempionatında finala kimi irəliləmişlər. Bakıda Azərbaycan millisi onlara qalib gəlmişdi. Avropa çempionatında 3-cü pillədə başa vurdular. Bürünc medalçıdılar. Və nəzərə alaq ki, bu Avropa çempionatında komandanın sayılarının da çox olması burada qazanan mükafatın dəyərini daha da artırır. Bürünc medallar Macaristan kollektivinin adına Serbiya seçməsinə də təqdim olunacaq. Dünya çempionatlarından fərqli olaraq Avropa çempionatlarında bürünc medal uğrunda görüşlər keçirilir. Yarım finalda uduzan komandalar mükafatlandırılırlar. İndi Macaristan komandasının məşqçi heyəti futbolçularla bərabər öz mükafatlarına qovuşurlar. Bratislavada, Tipos Arenada. Bir daha qeyd edim ki, şəhərlər zamanı qeyd etmişdim bu. Bratislavada Slavan Xokkey klubunun arenasıdır. Və mini futbolun təşkili üçün bu arenanı tam başqa bir vəziyyətə gətiriblər. Bratislavada xokkey çox
populyar idman növlərindən biridir və bu ölkənin də ən belə deyək, uğurlu komandalarından biridir Slovan Hockey klubu və həmin onların arenasında mini futbol üzrə Avropa çempionatı təşkil olundu və indi üçüncülük əldə edən, bürünc medallar qazanan Macarıstan seçməsi bunu belə bir coşqu ilə qeyd edirlər. Sırada Serbiya komandası var. Və turnirin maskotu ilə də zarafatlaşırlar. Maskot da onları təbrik edir. Serbilər çox iddialı gəlmişlər bu Avropa çempionatına. Amma necə deyirlər, daş qayaya rast gəldi. Dünya çempionu Azərbaycan millisi yarım finalda Serbiya seçməsinin arzusunu gözündə qoydu. Çox gərgin bir mübarizə getdi, çox gərgin. Hesabatçıda sonundan serbilər hesabı bərabərləşdirdilər. Penaltilər seyrəsinə kimi uzandı. Milli komandamızın penaltilər seyrəsində qalib gəldiyi yeganə oyundu məhz serbilərlə görüş. Erkən final adlandırırdılar mütəxəssisin. Həqiqətən də milli komandamızın ən çox çətinlik çəkdiyi, ən çox rəqibin müqavimətlə üzləşdiyi bir qarşılaşma məhz Serbiya komandası oldu. Həm fiziki cəhətdən üstünlükləri, eyni zamanda sərt oyunları ilə diqqət çəkirdilər. Sərtliklə komandanın füzlərini qıcıqlandırmağa, zədələməyə çalışırlar, amma yekunda tam istədiyimiz oldu. Vəli Qafarov penaltini dəf edərək serbilərin arzusunu gözündə qoymuş oldu. Və finala yüksəldi. Oyundan sonra da bir xeyli bu məğlubiyyəti əzm edə bilmirdilər. Arenanı tərk edərkən onların məhsulu üzlərindən ifadə olunurdu. Hətta arenanın kənarında da bir xeyli məyus gəzişən bir serb futbol komandasının üzvlərini görmək mümkün idi. Həqiqətən də çox iddialı gəlmişdilər. Bu Avropa çempionatında qızıl medallara əsas namizədlərdən biriydiler, amma təbii ki, dünya çempionu olan yerdə Avropa çempionları onlarla bacarmadı. Bir daha qeyd edim kimi, necə deyərlər, Daşqaya rast gəldi və ən güclü olan, reytingində ən üst pillədə yerləşən Azərbaycan futbolçuları, Azərbaycan milli komandası qalib gəldi. Komandamız finala çıxdı, yekunda da o arzulanan, o hədəflənən, artıq bu arzulanan yox, hədəfdir. Bu bir komandamız üçün hədəfdir. İkinci Avropa çempionluğunu əldə etmiş oldu. Bu baxımdan rekordçu Rumıniya seçməsidir. Onlar bu Avropa çempionatında istənilən kimi çıxış etmədilər. Artıq bundan sonra qarşıdakı yarışlarda necə başqa komandalar Rumıniya millisindən çəkinirsə, onların turniri rekordçusu kimi onlarla favorit göstərirsə, bundan sonra Azərbaycan milli komandası da artıq daha yüksək statusuna malikdir. Artıq komanda dünya Avropa çempionudur hər yarışda. Hər bir turnirdə favorit kimi yollanır. Ukrayna azarkeşlər də arenada çox olsalar da, qapı arxası tribunadakı azarkeşlər arenanı tərk etmədilər. Sona kimi qalaraq komandalarını dəstəkləmək üçün o medal, elə deyək, mükafatlandırma mərasimini izləmək üçün qalıblar. Bir daha qedim ki, Bratislavada Ukraynalıların sayı həddindən çoxdur. Məlum səbəblərə görə Bratislavada Ukraynalı azarkeşlər, Ukrayna vətəndaşları çoxdular və bu gün komandalarını dəstəkləyirlər. Serbiya millisi də üçüncülüyü çempion kimi qeyd edirlər. Xüsusi bir ateşfəşanlıq var idi Serbiya milli komandası. Bürünc medallar da əslində onlar üçün bir uğurdur. Çünki dünya çempionlarına məğlub olublar. Və onlar da artıq fəxri kürsünü tərk edirlər. Fəxri kürsüdən düşürlər yerini finalçılara. Ukrayna millisinə verəcəklər. Ukrayna komandası finaldadır. Ukrayna komandası finalda Azərbaycan komandasına məğlub oldu. Və indi finalda Ukrayna komandası gümüş medallarını əldə edəcək. Gümüş mükafatçı əldə edəcək Ukrayna milli komandası. Onu da xüsusi dəhliz vasitəsilə milli komandamızın üzvləri fəxri kürsüyə yola salacaqlar. Maraqlı bir mübarizə getdi. Üstün oyun nümayiş etdirdik. Üstün oyun sərgilədik. Bəli, Ukraynalılar fəxri kürsüyə doğru addımlayırlar.
gümüş medal kazandılar, gümüş mükafat kazandılar. Və onlar da öz mükafatlarını almaq üçün fəxri kürsüyə doğru addımlayırlar Ukrayna milli komandasının üzvləri. Finalda nə qədər barışmaz rəqabət olsa da oyundan sonra belə bir mənzərəni görmək həqiqətən də əladır. Əsl fair play nümunəsidir. Komandalar dəhliz qurub onları alqışlayırlar. Finala çıxmaq özü bir uğurdur. Təbii ki, final bir oyuna ibarətdir. İki tərəfdən biri qalib gəlir və sevindirici oldu ki, futbolçularımız bu final görüşündə qələbə qazandılar. Əla bir qələbə oldu. Ukrayna milli komandası gümüş medallarını oyunlarına taxdıqdan sonra əsas məsələyə keçəcək. Milli komandamızın mükafatlandırma mərasiminə. Yaxşı oynadılar. Əslində Ukraynalıların finala kimi irəliləcəyini çoxları təxmin etmirdi. Serbiya seçməsi ilə eyni qrupda mübarizə aparırdılar. Və gözlənilənin əksinə çox yaxşı oyun göstərdilər və xüsusilə Macarları məğlub etmələri turnirin ən gözlənilməz nəticəsi kimi qiymətləndirilə bilər. Elə də favorit göstərilmirdilər, amma iddialı komanda ilə yollanmışdılar. Turnirin artıq gedişatında Ukraynalıların iddialı komanda gəldikləri, Ukraynalıların turnirin çempionluğuna iddia etdiklərini, göz dikdiklərini görmək olardı. Amma necə deyərlər, sən saydığını say, gör Azərbaycan millisi nə sayır. Həqiqətən də milli komandamız hər oyundan oyuna yüksək sürət, yüksək temp nümayiş etdirdi. Fərqli hücum metodlarından istifadə edərək əla bir oyunla görüşlərin hamısını qalib başa vuraraq yekunda da zəfərə çatdı. İndi Ukraynalılar xüsusi atəşfəşanlıqla bu gümüş medalı, bu ikinciliyi qeyd edəcəklər. Bəli, onlar da öz sevinclərini yaşadılar. Bir qədər məyusluq var. Finalda uduzublar. Necə deyirlər, bürünc medal kazanılır, amma gümüş medal verilir. Çünki finalda uduzurlar, bir qədər məyusluq da var. Amma bu bizi bir o qədər də maraqlandırmır, sözün açığı. Bizim üçün indi ən həlledici məqam Azərbaycan futbolçuları fəxri kürsüyə dəvət olacaqlar. Avropa çempionları 4 il ərzində Mini Futbol Federasiyasının gördüyü iş həqiqətən də möhtəşəmdir. Başda klub Mini Futbol Federasiyasının rəhbərliyi Orxan Məmmədov olmaqla, eləcə də Mini Futbol Federasiyasının icraçı vitse-prezidenti Talih Nəsibov bu idman növünün inkişafında xüsusi xidmətləri olan şəxslərdir. 2022-ci ildə komanda Avropa çempionu oldu. Amma federasiya rəhbərliyi bununla kifayətlənmədi. Federasiya rəhbərliyi bu zəfərlə kifayətlənmədi. Daha böyük uğurlar üçün, daha böyük layihələr üçün ölkə çempionatı təşkil etdilər. Ölkə çempionatı əslində var idi, onu daha mükəmməl şəkildə təşkil etdilər. Efirdə yayımlanmağa başladı. İdman TV-də mini futbolun ölkədə populyarlaşmasında müstəsna xidmət göstərən, belə deyək, vasitələrdən biri də İdman TV vasitəsilə də oyunlar canlı olaraq yayımlanırdı. Növbəti dünya və Avropa çempionatlarında bir qədər istənilən nəticə alınmadı. Amma Bakıdakı dünya çempionatı tam bir olimpin zirvəsi idi. Dünya çempion oldu komandamız. Daha bir tarixi uğur qazandı. Yenə də komanda rəhbərlik bu zəfərlə də kifayətlənmədilər. Bəzən olur, idmançı zəfər qazanır, amma ondan sonra bir qədər qələbənin verdiyi o artıq rahatlıq olur. Amma bunu biz komandamızda görmədik. Avropa çempionatına daha iddialı hazırlaşdılar. Turnirin favoriti idilər və dünya reytinginin lideri kimi yollandığı yarışda da öz sözünü dedilər və bir daha təbii ki bu uğurun qazanılmasında bu 4 il ərzində 2 Avropa çempionluğu və bir dünya kubokunun qazanılmasında Mini Futbol Federasiyasının rəhbərliyi Orxan Məmmədovun, eləcə də icrası vitse-prezidenti Talih Nəsibovun gördüyü işlər və ümumiyyətlə o federasiya çalışanlarının
Və bunu dəfələrlə qeyd edirəm. Media olaraq İdman TV-nin oyunlarının yayımlamasının, çempionatın təşkilinin, yarışların təbliğinin, ölkədə bu idman növünün populyarlaşmasında, inkişafında gördüyü işlər həqiqətən də inanılmazdır. Amma reallıqdır. Bunu dəfələrlə təkrar edir. İnanılmazdır, amma reallıqdır. 4 il ərzində 2 Avropa çempionluğu və 1 Dünya Kuboku. Və bunun da nəticəsidir ki, hal-hazırda hər bir Azərbaycanlı İdman TV qarşısında, eləcə də Tipo Sport Arenada olan azarkeşlər qürurla komandamızın sinəsində ay ulduz daşıyan o formanın təmsil edən futbolçularımızın qızıl medal qazanmasına, zəfərinə şahidlik edir. Üzlər gülür və o ən yüksək zirvədə, fəxri küsünün ən yüksək zirvəsində məhz Azərbaycan idmançıları dayanır. Təbii ki, bu gərgin işin nəticəsidir və sona kimi əzmkarlığın nəticəsidir. Bir daha futbolçularımızın adı arenada səslənir elə, mən də səsləndirim. Vəli Qafarov və Seyid Qasımov qapçılarımız, Cəfər Cəfərov, Ramid Çovdarov, Xətai Bağırov, Rüzgar İbrahimzadə, Elvin Əlizadə komandamızın kapitanı, Samir Əmzəyev, Talih Babayev, Mehdi Rızayev, Vüsal İsrayev, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, İsa Atayev, Eşqin Tağıyev, Kənan Mirzəliyev. Komandamızın yetinməz belədir. Baş məşqçi Elşad Quliyev, 2 qat Avropa və Dünya çempionu. Komandamızın uğurlarının əsas memarı. Köməkçilər Seymur Məmmədov, Sərxan Məsliyev, qapçılarla işləyən məşqçi Ramil Həsənzadə, komandanın meneceri Neymət Babayev, komandanın həkimləri və onları hazırlayan Cəlal Əliyev və Fuad Səfərov. Bütün kollektiv olaraq bu uğurda əsas pay sahibidirlər. Yəni, komandanın hər bir işçisi və ən həlledici məqam kapitan Elvin Əlizadə o kuboku, Avropa kubokunu baş üzərinə qaldıracaq və bu möhtəşəm Avropa çempionatı komandamız üçün zəfərlə yekunlaşacaq. Komandamızın rəhbər heyəti də oradadır. Orxan Məmmədov, Talih Nəsibov başda olmaqla və indi əsas məsələ fəxri mükafat komandamızın kapitanı Elvin Əlizadəyə veriləcək və başı üzərində qaldıracaq bu kuboku. Elvin Əlizadə komandamızın kapitanı. Bəli, komandamız 2 qat Avropa çempionudur. Komandamız Avropanın zirvəsini də fəth etdi. Komandamız 4 il ərzində inanılmaz uğurlar qazanır. Və məncə bu görüntüləri şərtsiz izləmək ən gözəl duyğulardır, ən gözəl hisslərdir. Avropa çempionatında milli komandamızın oyunlarını Bratislavadan şərh etdi. Ümumiyyətlə Avropa çempionatının bütün qarşılaşmalarını İdman TV vasitəsilə canlı olaraq izlədiniz. Bu qarşılaşmanı, bu zəfərə gedən yolu mən Elgin Fətəliyev sizin üçün şərh edirdim. Mən sizinlə sağollaşıram, amma efirimizdə hələ də Azərbaycan idmançılarının qələbə sevincilərini izləyə bilərsiniz. Sağ olun, gecəniz xeyrə qalsın, zəfər Azərbaycan idmançılarının olsun.